bezləri yığmışam bura. Başlayıram bunları hamısını yükləməyə. Toplam 21 manat pul oldu. Hələ nə qədər də çeklərim var. Bu yaxınlarda da eləmişdim. 60 manat qazandım. İndi də 20. Hələ biraz da var. Heç onlar bilmirəm hardadır, gərək axtarım bu çekləri. Kapuçino hazırladım və bundan sonra biraz burada görüm nəyi çəkə bilərəm. Bunlardan. Görüm nə çıxarda bilərəm oradan. Qızlar, dünəndən bunlar hətta nə gidiyor? 2 gündür. Bunlar hamısı burada qalıb. Çünki mən şəkil çəkməliyəm. Hamısını bura yığıb. Buranı biraz təmizləmişəm. Hətta bu pəncərəni mən də biraz təmizlədim. Bütün çirkidir. Baxın bu tərəf belədir. Bu tərəf isə belə. Ayda. Yox, mən bu boydasını gözləmirdim. Çox balacadır videoda. Çox böyük düşüb. Bir damcıdır. Yəni baxın, göstərim. Baxın əlimin içi boydadır. O qədər zibil çıxıb ki, bunları səhər Mehdi gələndə atar. Hələ bayaq gedəndə də işə nə qədərini atdım. Atanları da bir yuram. Artıq ikinci partiyadır. Qızlar, deməli gecə saat 4-ün yarısıdır. Mənə skoru gəlmişdi. Bayaqları pis idim. Mən neçə vaxtı qızdırma və cəyərlərimə vurub qızlar. Ona görə məndə neçə vaxtı halsızlıq, ayaq üstə dayanıram, təngi nəfəs oluram. Çox danışanda təngi nəfəs oluram. Xışıltıdır sinəm. Belə. Bir dənə bu xronikləşməsin məndə. Çünki mən uşaqlıqda 6 yaşıma qədər bronxit olmuşam. Eynən Mərvan artıq 9 yaşı olacaq. Onda daha çox xronikləşir. Amma məndə bilmirəm nə idisə, anam mənə daha çox qoruyurdu, açığı qızlar. Anam mənə artıq heç nə vermirdi. Hətta mən özüm belə kimsə mənə nəsə verəndə deyirdim, qoy anamdan icazə alım. O dərəcədə ağıllı qız olmuşam. Ona görə 6 yaşından sonra keçib gedib məndə. Nəysə ki, azalıb, uşaqda daha çox idi onda. Həkim demişdi ki, heyz olana qədər onda da keçib gedəcək. Sabahları gedəcəm, Mehdi səhər işdən gələndə dedim ona, mənə aparacaq, rengin eləyəcək, dərsə baxaq da. Amma məncə bu soyuqla da bağlı deyildi, bu virus idi. Promoy düşdü, Covid'in bir növü, promoy düşdü ciyərlərə. İndi nə edirik? İndi bu videonu mən sonlandırmalıyam. Mən əynimi dəyişdim. Çünki belə daha rahatam, pijamada. Bayaqları daha panikdə idim. Ona görə halım daha da pis idi. İsə sizə yeni çantalarımı göstərəcəm. Yəni 2 aydır da mən bunları saxlamışam. Aldığım yeni çantaları sizlərə göstərirəm. Nəhayət ki də, yəni inanın ki, ən çox bəlkə də bu qədər veşin arasında istifadə eləmək istədiklərim bunlar idi. Bunları açmaq istəyirdim. David Jones, mənim sevdiyim markalardan biri. Bunun 2 rəngi var idi. Bir belə qaranla mavi. Mən xüsusən də bu rəngi daha çox bəyəndim. Biri də var idi krem tonunda, belə bej tonlarında. İkinci çantam. Agata firması, Avstraliya brendidir. Qiymət 190 manat.
Qızlar, bunun bir özəlliyi var. O qədər xoşum gəlir bu hissəsindən. Deməli, bunu həm uzatmaq, yekəltmək də olur. Bunları çıxarım. İçi də belədir. Və bir də belə bir brulok. Amma bu bunun bruloku deyil. Eyni firmada Deve Jones. Mən oradan xahiş elədim ki, mənə bunu versinlər və sağ olsunlar ki, verdilər. Necədir qızlar? Çox qəşəngdir, hə? Sumkamın içindən qəpik düşdü. Dedim bir baxım görüm nə var burada. Və görün nə tapdım. 50 manat. Sevindim, yəni çox sevindim. İnanın ki, nə vaxt mən bunu bura qoymuşam, yadıma gəlmir. Bunun artıq çıxarmağın zamanı gəldi. Təzədən qoyacağam bura. Və mən bunu bir il sonra çıxaracağım. Qızlar, rengen üçün gəlmişəm Bakumetikala. İndi də gəlmişəm qızlar Mərvanın bronxit həkiminin yanına. Merva'ya belə bir şey aldım. Bunları aldım. Kızlar, əməlli qar yağır. Zibil atmağa çıxmışdım. Gördüm ki, qar yağır. Sevinirəm. Günləri artıq videonun neçənci hissəsidir çəkirəm bilmirəm, amma yarımçıq qalıb bizim işimiz. Çünki bəzi geyimlər var, onları hələ də çəkə bilmədim. Sizlərə göstərdiklərim hamısı belə səliqənə yığıram ki, bilim nəyə geyinmişəm. Buradan hər bir şeyi sizlərə göstərdim. Burada isə qalanlar var. Nə? Məsələn, göstərim. Geyinmədiklə belə göstərmişdim bu paltarı deyəsən. Amma geyinməmişəm. Belə bir paltardır. Bunu da Extra Bread'dən almışdım. Çox bəyənərək almışdım. Qəşəng də yaraşır mənə. New York'da skinny şalvar almışam. Belə bir lasinadır. Bunu da geyinməmişəm. Potondan indirimlə almışdım bunu. Rəynimdə göstərəcəm. Milamir'də çox qəşəng bir kofta tapdım özümə. Bu iki kurtka. Bunları da sizə göstərəcəm. Qızlar, heç demək olar bu 20 manatlıq koftadır. Keyfiyyəti də qəşəngdir. Tikilişi, hamısı. Bu hissəsi belə büzməlidir. Qolları da belə. Çox qəşəng koftadır.
Bir neçə rəngi var idi orada, amma mən qara götürdüm. Bunun qiyməti 35 manat. Bu isə 50 manatdır. Etiketi qalıb. Aha. 35 manat. Bu etiketini çıxartdım çünki geyinmişdim bu günləri. Bu tedidir. Bu isə belə qəşəng balanka. Görün necə gözəl bir şeydir də. Ay, necə eləyim göstərim sizə ki, bu zil qaradır. Qızlara baxın, belə bir balonkadır. Qaşlara kurtkanı o qədər bahalı göstərir, o qədər belə gözəl göstərir ki. Belə, yəni 35 manatdan superdir də. İndi keçək bu birisini geyinim. Bu Tedi modelini görən kimi aldım. Əsl belə mənim tərzimdə. İçərisi də belə blanka materialdır. Qızlar, neyinirsiniz? Necəsiz? Mən artıq yaxşı olmuşam, çox şükür. Sağalmışam. Müalicəm davam eləyir. Antibiotik qəbul edirəm və bir də inqalyasiya artıq bitdi. 5 gün yazılmışdı. Və bir-iki dərman. Mənə qoyulan diaqnoz skoru tərəfindən pnevmoniya. Deməli 3 həkimə yoxlatdırdım özümü. 2 həkim dedi ki, sən pnevmoniyasan. Onları da başa düşürəm, çünki çox ağır bronxit idi. Hər iki ciyərim iltihablaşıb, xışıltı. Ona görə mən nəfəs darlığı yaşayırdım. Bir burnumdan problem yaşayıram, nəfəs ala bilmirəm. Bu tərəfdən ciyərim. Təsəvvür edirsiniz mən nə gündəydim? Düz 10 gündə, 10 günə toparlanmışam demək olar. Baku Medikalda rentgen elədim. Hər iki ciyərimi yoxlatdırdım. 40 manat verdim renginə. Və çıxdı ki, yəni şükür Allaha pnevmoniya deyiləm. Amma bərk bronxit olmuşdum. Yəni uşaqlıqdan bəri ilk dəfə belə bronxit oldum mən. 2 həkimin reseptini yoxladım. Biri 166 manat, nə qədər dərman. Nəsə, həm qiymət mənə narahat elədi ki, yəni nədir də, bu bronxitsə bunu müəyyən bir şeylərlə, bu sadəcə doldurub da dərmanı. İkinci həkimin də resepti xoşuma gəlmədi. Ona görə düşündüm ki, elə uşaq həkimi olsa da pediatr, amma çox savadlıdır. Nəsə, bir 75 manatlıq dərman tutdu. Bir dənə antibiotik idi və belə inqalyasiya dərmanları falan. Всё qızlar. Çox sevindim ki, ay Allah, nə yaxşı pnevmoniya deyiləm və bir dənə his var idi məndə. Özümdən asılı deyildi. Mən elə bilirdim ki, mən sağalmayacağam. Çox çətin bir şey yaşadım da, bir də psixoloji idi. Çünki nəfəs darlığı yaşayırdım. Allahım, yəni nəfəs ala bilmirdim. Elə bilirdim ki, düzəlməyəcəm də. Bu his var idi məndə. Amma şükür Allaha, qızlar, sağaldım, yaxşıyam. Mənim üçün də o birisi vlogda gördüm, dualar eləmişsiniz. Çox sağ olun. İndi sizlər üçün videolar hazırlayıram. Videomu like eləməmişsə, bir dənə orada bu işarəyə basın. Neysə ki, qızlar, belə hər şey yaxşıdır. Videomuza davam. Qızlar, gördüm ki, belə video çəkməyə həvəsim var. Dedim, o zaman nə edəcəm? İlk buradan başlamaq istəyirəm. Nəyə bacarsam çəkəcəm. İnanırsınız, burada həqiqətən tam olaraq yadımda deyil də nələr var. Çünki mən bunları yayda almışam. Hətta bir sevdəydim. Deyirdim ki, videosunu çəkərəm deyə yığıb qoymuşdum kənara. Sonra bu evə köçdük və ondan sonra qaldı. Artıq da yay bitdi. Dedim, yəni qışda yay geyimlərini göstərirəm sizə. Mən çox belə tənbəl adamam. Yəni bir insan əgər bu qədər, hətta siz bilirsiniz də, bundan öncə də olan şeylər var ki, aylarla qalıb. Çox istəyirəm bu xarakterimdən özümü azad edeyim. Bezmişəm artıq. Əvvəl deyirdim, ha, belə yaxşıdır, adam indi görəm yox. Əsas odur ki, gec deyil. Başlayaq. Bu arada Mehdidən küsmüşəm. Birazdan gələcək. Qapını içərdən bağlamışam. O da gələndə tez telefonu da söndürəcəm, ışıqları söndürəcəm çana qədər ki, mən güya yatıram da, güya. Yəni yarımçıq qalsam video heç nə. Çox da buranı dağıtmayayım. Siz bilirsiniz, mən necə küsəyəm qızam. Danışaram. Bu xarakterimdə də danışaram sizə. Heç mən buradan başlamayım. Çünki mənim burada Oksadan... Bu da akkandır oldu. Oksadan aldıqlarım elə qalıb. Bunların videosunu çəkmişim. İnanırsınız, burada bir şalvar var idi. Mən onu heç bir dəfə geymişəm. Qalıb. Bu
Biraz qırışdı. Amma çox sevdim də bu pencəyi. Çox belə gözəl modeli var. Arxası baxın belədir. 2 düyməli. Ölçü M40. Mən 40 deymirəm ha. Sadəcə olaraq oversize. Yəni əynimdə biraz boş qalsın deyə bu ölçünü götürdüm, amma əynimə də oturdu. Videolarda görmüşdünüz, soruşmuşdunuz ki, bu hardandır pencək? Oxsadı, deyəsən 90 manat almışam. Qızlar, qiyməti 96 manat. Qızlar, qırışdı deyə bilirəm ki, çox pis görsənir, amma mən bunu kablukdan geyindim. Qapqara, elə də qara geyinmişəm və qara belə çapaşki. Çox qəşəng qalır da. Mən indi biraz bilmirəm niyə qaraçıya oxşadım. Amma yaraşmadı indi elə bir. Yəqin ki qırışdı deyə ona görə. Arxası daha çox qəşəngdir. Bilirəm, bəzi xanımların yadındadır. Mən Zara'da bir pencək giymişdim. Deyəsən 170 manat idi qiyməti. Sonra o düşmüşdü 70 manata. Sadəcə olaraq mənə dedilər ki, 2 saata gətirəcəyik ölçünü. Mən də gözləyə bilmədim. Endirimlər vaxtı idi. Amma ürəyimdə qaldı o pencək. O mənə çox gözəl yaraşırdı da. Tapsam şəklini buraya yerləşdirəcəm. Amma qızlar, bu pencək də çox qəşəngdir. Çox belə klassik görünüşü var. Hə, bu belə. Sonra burada nə var? Oxsadan elə 2-dən şeydir ki, onu da deyəsən elə 90 manat almışdım. Geyinim də. Qızlar, şalvarı geyindim. Altda latinayı çıxartmadım. Və bu kəmər, Oxsadan elə aldığım kəmərdir. 20 manat almışdım bu kəməri. Düşündüm belə çox boş qalır. Kəmər tamamlayacaq. Və çanta da götürmüşəm. Sizə sadəcə olaraq göstərmək istəyirəm. İndiki həvəsə baxayım. Ay Allah, kəmər bağlanmır. Hə, belə. Bu çantanı da götürə bilərəm. Belə çox qəşəng gedir. Ne deyirsiniz? Elə bir harasa gedirəm. Bir də bu. Prosta maraqlıdır. İndidən kombinə edir.